Salam hörmətli tamaşaçılar. Bugün biz sizlə Excel 2010'da SAMIF formulasını öyrənəcəyik. Yəni SAMIF formulası nədən ibarətdir? SAMIF formulasının köməyi ilə biz kriteriyalarımıza uyğun cəmi tapa bilirik. Yəni biz cəmdə bilirik ki, cəmdə müxtəlif yerləri işarələyirik və hansı xananı işarələyirsə onun cəmini tapırıq. Ancaq SAMIF vasitəsilə isə biz hər yeri işarələməklə yalnızca kriteriyalarımıza uyğun istədiyimiz kriteriyaya uyğun cəmi tapacağıq. Yəni belə şifahi anlatanda biraz ola bilsin anlaşılmaz olur, lakin biz həll edən zaman bunu açıq-aşkar siz asan olduğunu görəcəksiniz. Yəni normalda tutaq ki, biz burada qeyd eləmişik, yəni kompüter və kolleksiyada, yəni bir çox kompüter firmaları var, görürsünüz, yəni bir neçə dənə Toshiba, Acer, Samsung, Apple və biz bunların arasından tutaq ki, Acer'in, yəni neçə dənə Acer kompüteri 1, 2, 3, 4. Yəni biz bunların arasından Acer'in kompüterlərinin cəmdə qiymətinə qədər də Samsung'un, Apple'ın, Toshiba'nın bunları SAMIF vasitəsilə tapacağıq. Ümumiyyətlə, öncə cəmi göstərim. Excel'də cəm necə hesablarır? Misal üçün, Acer kompüterlərin cəmini hesablamaq istəyiriksə, biz formulanı qoyuruq. Acer plus, digər Acer plus, digər Acer plus, digər Acer plus və cəm. Bəli, $5065. Yəni biz bunun gördük ki, hesabladıq Acer'in qiymətini. Ancaq SAMIF vasitəsilə isə bu bizə daha asan ola bilər. Çünki bizdə burada sütunların sayı az, lakin siz ola bilər elə bir sənəd üzərində işləyəsiniz ki, bütün ekran boyu, yəni hətta biraz da çox sizin sənədləriniz olsun və bunu hesablamaq üçün, yəni cəm funksiyası, SAM funksiyası həqiqətən biraz vaxt aparandır. SAMIF isə bunu daha asan və daha vaxt aparmayan bir, yəni daha qısa müddətdə bunu həll edə bilərik. Beləliklə başlayaq. Öncə SAMIF funksiyası üçün funksiyanı çağırırıq, yəni SAMIF'i çağırırıq. Gördüyünüz kimi SAMIF gəldi və biz ilk öncə hansı siyahıdan cəmi götürmək istəyirik? Yəni burada görürsünüz range, yəni kriteriyanı. Hansı siyahıdan istəyirik? O siyahını biz seçirik. Yəni başdan ayağa gördüyünüz kimi bunu seçdik və belə deyim, işimizi daha da asanlaşdırmaq üçün ola bilər ki, biz indi bir sütun vasitəsilə işləyirik. Ola bilər bu adlar bir sütunda olmaya bilər, başqa yerlərdə ola bilər. Ona görə də biz mütləq ünvanı qeyd eləməliyik. Bəli, mütləq ünvanı qeyd olundu. Burada da mütləq ünvanı qeyd eləyək. Yəni, bəli. Bundan sonra biz seçirik hansı firmanın cəmini tapmaq istəyirik. Yəni, hansı firmanın malının cəmini tapmaq istəyirik. Onu seçirik. Yəni, Acer deməli F6 xanasında yerləşir və bir şeyə diqqət yetirin ki, sizin adların siyahısında olan adlarla tapmaq istədiyiniz, cəmini tapmaq istədiyiniz adlar, yəni eyni olmalıdır. Yəni, tutaq ki, burada Acer yazılıbsa, eyni dəqiqliklə burada Acer yazmalısınız. Eləcə də Samsung, Apple və digər. Yəni, ikisində də adlarda hərflər eyni olmalıdır, eyni ardıcıllıqla. Yoxsa bunu Excel səhv kimi başa düşür. Yəni, səhv kimi o sadəcə oxuya bilmir. Beləliklə, F6-dan sonra da nöqtəli vergül qoyduq və biz qiymətlərin olan sütunu işarələməliyik burada. Gördüyünüz kimi işarələdik və burada da biz ünvan qeyd eləsək mənə gəlir, daha yaxşı olar. Bəli, gördüyünüz kimi 5065, yəni eyni bir cavabı aldıq və biz
yəni Excel'in xüsusiyyətlərindən biri onu tətbiq eləməklə Samsung-un, Apple-ın, Toshiba-nın eyni zamanda biz qiymətlərini görə bilərik. Ancaq görürsünüzsə burada nədənsə hamısına eyni bir qiymət verdi. Yəqin biz burada ünvan göstərməməliydik. Bəli. Fikir verdinizsə düzəldi. Yəni orada diqqət eləyin. Biz tapacağımız adların ünvanını qeyd edərkən, yəni Acer, burada görürsünüz Acer ünvanı F6-dır. Bunu heç vaxt mütləq ünvanla işarələməyin. Yəni burada F4 heç zaman verməyin. Yoxsa bunu hesablaya bilməyəcək. Çünki biz burada seçim eləmədiyimizə görə, yəni konkret formulu orada işarələdiyimizə görə bizə gərəkli olmur. Yəni gördüyünüz kimi bəli. Gərəkli olmur bizə. Bəli, 5065, 8560, 11390 və 4408. Belə hörmətli tamaşaçılar, inanıram ki, yəni ümid eləyirəm ki, biz burada nə isə öyrəndik. Növbəti dərslərimizdə görüşənə.